Salam, Writing videomuzun ikinci hissəsinə xoş gəlmisiniz. Bu video part 1-in davamıdır, yəni gördüyünüz kimi. Əgər ki sizin writing ilə bağlı heç bir təsəvvürünüz yoxdursa, yəni bilmirsinizsə ki, necə cümlə qurmaq lazımdır, necə özümü inkişaf elətdirim ki, esse yazmaq, şəkili təsvir eləmək, şəkil üçün hekayə qurmaq səviyyəsinə gəlib çata bilim, o zaman gedib birinci hissəni hökmən izləməlisiniz. Daha sonra isə bu videoya gəlməlisiniz. Mən keçən videoda nədən danışmışdım? Qrammatikanın önəmindən danışmışdım ki, bəs biz onları tətbiq eləməyi yaxşı şəkildə bilməliyik. İndi isə bu videoda biz sizlə həmin o hərəkəti eləyəcəyik. Yəni, mən sizə müəyyən burada cümlələr qurduracağım, siz onları quracaqsınız və eyni zamanda da ən çox da birinci hissə test toplusundan demək olar ki, bütün mövzulara çalışacağım ki, toxunum. Bu formada olacaqdır ki, bir cümlənin içərisində 2 dənə qrammatikanı görəcəyik və bəlkə də çoxlu sözlər öyrənəcəksiniz. Ona görə də gəlin başlayaq. Deməli, birinci cümləmiz necə oldu? O piano çalmağı sevir, elə? Keçən videomuzda biz nəyi öyrənmişdik? SVOPT qaydamızı öyrənmişdik və biz bunu tətbiq eləyəcəyik bu formada. Belə, gəlin baxaq. Bunu necə bir tətbiq eləməliyik? Qoyun bunu bir kənar. Atının başı qaldı burada. Yazıq. Okey, gəlin başlayaq. S nə idi? Bizim subjektimiz idi. Birinci subjekti tapaq. O piano çalmağı sevir. Sevən kimdir? Bax, sevən kimdir? Hərəkət edən kimdir? O. Demək, bu bizim subjektimiz olacaq. Verbimiz var bizim burada. Sevir. Yəni, bu olacaq verb. Hərəkəti eləyir bu formada. Objektə baxacağım. Sevir. Nəyi sevir? Çox gözəl nümunə demişəm. Yəni, məsələn, burada çalmağı sözü, yəni ifa etmək. Bu da hərəkət kimi görünür. Amma əslində bu tamamlıqdır. Yəni, bu bir objektdir. Bax, burada feildən sonra gəlin hissədir. Piano çalmağı sevir bu formada. Bax, bunun hamısı isə, bunu da bəlkə yaşıl rənglə işarə edək. Bunun hər biri isə olacaq obyekt. Yaşıl rəng deyəsən yaxşı da görünmür, amma nəysə. Bu formada gəlin cümləni tamamilə ingilis dili formatına gətirək. Burada subject demişəm. Təbii ki də birinci dilim dolaşması olmazdı. Subject gələcək və subjectim odur. Biz onu necə deyə bilərik ingiliscədə? He, she və it formasını deyə bilərik. It əsasən canlılar üçün istifadə edilmir. Yəni, insanlar üçün daha doğrusu desəm, istifadə edilmir. Ən çox heyvanlar üçün istifadə edilir. Başqa formalar da var, amma bəlkə onun üçün başqa vaxtda video düzəldərəm. Yəni, ya burada he deyəcəm, ya da she deyəcəm. Gəlin elə ikisini verək. Ya he, ya da ki she. Təbii ki də sən esse quranda, imtahanda iştirak edəndə və s. Ya she ver, ya da ki he ver. İndi kişi cinsdə demək istəyirsən he, qadın cinsdə demək istəyirsən she deyəcəksən təbii ki də bu formada. Sadəcə olaraq mən ikisi də yəni gedir burada. Heç bir problem yoxdur. Sadəcə olaraq cümlə qururuq. Bunu sənə göstərmək istəyirəm. Sevir, yəni ikinci hissədə nəyə verməliyim? Subjekti verdim, üstünə xətt çək. Verbi keçirəm. Sevir. Sevmək nə deməkdir? Likes deyə bilərsən. Və biz burada feilin sonuna s əlavə elədim avtomatik olaraq. Səbəb nədir? Sən artıq bunu zamanlardan bilmiş olmalısan ki, he, she, it, bax bunun üçündə present simple-da feillərin sonuna s əlavə edirik. Və yaxud da ki, bəzən də es olur. Nə zaman es əlavə edirsən, nə zaman təkcə s əlavə eləyirsən, nə zaman ki sonuna double s, yəni sh, ch, x, o kimi bitən feillər gördünsə, o zaman sən ora s əlavə eləyəcəksən. Yox, başqa cür olarsa, o zaman sadəcə olaraq s əlavə et və kifayətlən bu formada. Qutarda getdi. İndi isə davam edirəm. He və yaxud da ki, she likes hər iki formada da düzdür. Nəyi sevir? Piano çalmağı. Aha. Deməli, sən burada yadına saxla. Love, like, hate. Bax, bu kimi verblər, bu 3 verb özündən sonra bizə nəyi götürəcək? Özündən sonra feil gələndə onu ayıncıda götürəcək ki, onu tamamlıq formatına sala bilsin. Bu formada, bu haqda daha geniş danışmışam gerund videomda, complex object videomda bu formada. Çünki 2 dənə feil yan-yana gəlmir zaten. Biri, bax burada da görsən ki, bu feil kimi görünür, amma feil deyil. Bu əslində tamamlıqdır. Diqqətlə baxsan görərsən, çalmağı sevir. Nəyi? Object görürsən. O zaman sən burada necə verəcəksən? Playing bu formada ifa etmək, yəni çalmağı qeyd elədi və pianonu qeyd edəcək. Buraya yazırsan piano. Amma burada bir şeyi biz unutduq. The article olmalıdır orada.
Sən bəs bunu hardan biləcəyik? Görsən bax bir cümlənin içində o burada pronoun-da, burada zamanlar-da, burada gerund və yaxud ki complex object. Hətta preposition videomda da qeyd etmişəm. Orada var həmin bu feillər ki, özünün sonra heç bir şəkildə sözünü istəmir. Yəni to verməyəcəksən ora. Yəni bu formatda. Sadəcə olaraq bura ing əlavə edərək feili tamamlayıb çevirə bilərsən. Bu formatda, bu da belə. Daha sonra bu birisi isə nədir? The article isə bizim article videomuzda, yəni mənim article izah qaydamda, videomda görə bilərsən. Əgər ki, sən nə zaman ki, sənə bu imtahanda sual formatına da düşə bilər, yəni playing piano formatında verər, deyər ki, burada nə gələcəkdir? O zaman sən orada bilməlisən nəyi? Bilməlisən ki, burada musiqi alətlərini spesifikləşdirib adını dediyinə görə the article gəlir. Daha ətraflı videoda izah etmişəm, ona baxa bilərsən. Bu formada, bu belə. Növbəti videoya, daha doğrusu cümləyə keçək. Bir dənə də sadə bir cümlə qururuq. Deyirəm ki, bu kitab mənimkidir. Yadına saxla. Nə zaman ki dur deyirsən, o zaman sən orada fikirləşməlisən ki, mən orada to be verəcəm. Özü də hansı to be? Ya am olacaq, ya is olacaq, ya da ki are olacaq. Çünki bunlar dur mənasını verir. Bəs was were o ididir. Will shall-dəki acıq əcəkdir. Başa bu formada. Yəni feilin hissəciyi. Belə formatda düşünə bilərsən. Aha, bu kitab mənimkidir. Gəl, bu kitab mənim subjektimdir, mənimkidir. Yəni burada sənə xəbər verir ki, bu səninkidir, xəbərdir bu. Bu kitabı mən necə deyə bilərəm? This book və yaxud da ki, that book. Arasındakı fərqi indi mən pronoun videosunu izah etmişəm. Gedib bura baxa bilərsən. Bunlardan sonra mən necə verməliyəm? Verb'ün verməliyəm. Is. Yəni burada gördün də. To be. Mən keçən videomda part 1-də demişəm bunu, izah etmişəm. Ona baxa bilərsən. This book is və yaxud da ki, that book is mənimki. Necə deyirik? Bax, bunu da biz pronoundan bilirik. Mine. Bu mine hansı pronoundur? Yadına sal bir dənə. Müstəqil forma. Bəli. Bu da belə. Növbətisinə keçək. İndi gəl, bir dənə də belə bir cümlə quraq ki, xoşbəxtlik puldan daha dəyərlidir. Deməli, burada xoşbəxtlik sözünü görürük. Puldan daha dəyərlidir. Gözünə batan ilk şey nədir? Məsələn, mənə burada dur dəydi. Aha, to be. Yəni, mən burada dur görəndə am, is, are. Daha dəyərlidir. Nə? Xoşbəxtlik, hə? Bir də puldan görürəm. Buradakı dan dəni də biz burada than-la ifadə edə bilərik. Çünki düz, mən adjektivlə adverb izah edib yükləməmişəm. Ancaq siz bunu artıq öyrənmiş olmalısınız ki, xoşbəxtlik puldan daha dəyərlidir. Yəni burada əgər ki, nəsə nədənsə daha yaxşı, daha nisbətən və s. və laxır bu formada olarsa, düzü burada pul sözü adjektiv deyil, o heç o öz yerində. Yəni demək istəyirəm ki, than mənasına ingiliscədə than verəcəkdir. Yəni bu bundan daha yaxşıdır və s. və laxır. Desəniz, əgər orada than istifadə edə bilərsiniz. Bir dənə burada istifadə edin də öyrənərsən, bilmirsənsə əgər. Daha dəyərlidir nə? Xoşbəxtlik, hə? O zaman mən deyəcəm happiness. Happiness. Sısı. Happiness. Okay. Nədir? Daha dəyərlidir. Elə. Yəni, sən xəbər hissən, yəni verb hissən burada daha dəyərlidir. Və burada mən nə istifadə eləməliydim? Əmizardan birisi. Bu mənim subjektimdirsə, ikincisi də verb gəlməlidirsə, deməli, happiness-dəki cansızdır da. Yəni ki, əvəz eləsən, itlə əvəz eləyərsən. İtdə də nə olur? Is olmur. Şurada yazdı bura. Is. Aha, bu hissəni də verdik. Çox gözəl. Is daha dəyərli. More valuable. More valuable. Gözəl. Puldan artıq bu çox rahat görünür. Than money. Məsələn, bəzi tələbələr deyir ki, burada than yox, mən burada from verərdim. Bunlar arasındakı fərq nədir? Bax, than nə kimi formatlarda istifadə edilir? Bərabərsizlik ifadəli müqayisələrdə. Yəni, iki şey hansısa xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Məsələn, deyirsən ki, o qardaşından daha uzundur. Belə bir cümlə quracağım. She is taller than her brother. Bax, o qardaşından, məsələn, bəzi uşaqlar var deyir ki,
qardaşından, o ındanı necə deyim? Sən her, his, my, onunla deyirsən də bu formada. Qardaşından daha uzundur. Və buradakı er daha uzundur. Uzundur. Hündürdür formasında gəlir çıxır bu formada. Then başqa comparative adjectivelər də istifadə edilir. Məsələn, deyirsən ki, necə deyirsən? Daha böyük, daha maraqlı kimi bu formada. Məsələn, deyirsən ki, bu maşın mənimkindən daha sürətlidir. Belə bir nümunə alma gəldi. Gəl onu deyək. This car is faster than mine. Görsən, yenə dedim, bax, mənimkindən. Görsən, bir yerdə gördüksə, bir dəfədə sən mütləq hardasa istifadə edəcəksən, hardasa qabağına çıxacaq bu formada. Yəni, bu videolardan da yaxşıca bəhrələn. Yəni, görürsən, burada da deyən nədənsə yaxşı olmaq və s. mənasını istifadə edilir. Əslində, mahiyyətcə yenə də eyni şeyə gəlib çıxır. From nə deməkdir bəs? From isə məsələn, nəyisə mənşəyini bildirmək üçün ki, məsələn, flankəs hardansa gəlir. Məsələn, deyirən ki, she comes from Russia. O Rusiyadan gəlir. Görürsən? Fikir ver bu formada. Və yaxud da ki, hansısa bir fərqlilik, ayırt etmə mənasında istifadə olunur. Necə? Bax, məsələn, deyirsən ki, bu kitab oxuduğum kitablardan fərqlidir. Bu kitab oxuduğum kitablardan fərqlidir. Onu da belə deyəcəm. This book is... Buradakı cümlələrin strukturunu bilsən, niyə dərindən izah eləməm? Çünki hal-hazırda then and from strukturunu izah edirəm ona görə. Yəni, onlara nümunə deyərək başa salmaya çalışıram. Amma buna görsən, dərinə getdim. İndi birazdan yenə qayıdacam ona. This book is... Nə deyirdim? Bu kitab oxuduğum kitablardan fərqlidir. Belə olmalıydı cümlə. This book is different from the one I read before. Yəni, daha əvvəl oxuduqlarımdan fərqlənir. Different from. Bu formada. Bu da belə, yəni nəyisə ayrı deyirik. Fərqliyini göstəririk. Bu formatda istifadə edə bilirsən. Bu da belə. Fikir verdinsə, mən burada deyəndə iki şeyi müqayisə etdim. Amma from deyəndə burada daha çox şeyi. The ones da ola bilərdi burada. Əslində, burada cəmlik kimi müqayisə etmək, elə az öncə nə kimi izah edimsə, o kimi başa düş, yersə yoxdardı, getdi. Then deyəndə əsasən iki şeyə fokuslanırıq, amma from deyəndə daha çox şeyə də fokuslana bilirik, onu demək istəyirəm. Növbəti cümlələrə keçək. Cümlə belədir. Onun uşaqlıq xatirələri həmişə onu gülümsədirdi. İndi bax, burada sənin nədir? Gülümsədirdi. Onun uşaqlıq xatirələri həmişə onu gülümsədirdi. Gülümsədirdi. Nə? Onun uşaqlıq xatirələri. Düz gəlmir? Aysel. Gülümsədən şey onun uşaqlıq xatirələridir. Sənin bu subjektində. Daha sonra bu sənin isə verbündür. Все. Yəni bu həmişə isə sənin nəyindir? Zaman zərfinindir. Onu da göstərəcəm. Bir dənə qayda gəl burada deyim sənə. Əgər ki bax, sən o zaman ki to-be-ni deyirsən, to-be-dən sonra zaman zərfini deyirsən. Zaman zərfini frequency adverbs. Belə deyə bilərsən ingiliscə. Azərbaycanca ilə qısaca yaza bilərsən ki, düstur kimi ki öyrənəsən. To-be üstünə gəlsin zaman zərfi. Bu necə olur? Gəl bir dənə cümlə göstərim sənə. John is always handsome. Ağlıma gələn cümlə. John həmişə yaraşıqlıdır. Fikir ver, bax, burada nə var? To be var, actually. Görsən, to be-dən sonra verdim zaman zərfini. Tamam, bax, bunu bir düstur olaraq götür. Çünki bunlar sayı writing-də lazım olan şeylərdir. Daha sonra, əgər ki, sən deyək ki, əsas feil verilibdir, main verb. Yəni, biz to be-nin artıq nə olduğunu bilirik. Yəni, keçən videoda da azca da olsa məlumat verdim. Burada da misal üçün nümunələrin içərisində görürsünüz və s. Main verb isə nədir? Əsas feildir. Məsələn, drink, içmək, drive, sürmək, yemək, içmək, yatmaq, bu kimi. Belə. Main verbdən də əvvəl gələcəkdir bu frequency adverbs və yaxud da ki, öyrənmək istəsəniz beləcə düstur kimi yazın ki, zaman zərfi zızı. Zaman zərfi üstünə gəlsə main verb olur. Bəs yaxşı, bunu biz necə nümunədə görək? Necəsən ki, John always drinks coffee.
Yəni o həmişə kofe içir. Bu formada görsən. Birincisi always verdim, zaman zərfidir. Drinks verdim. Bu da nədir? Main verbumdur. Çox qutardı getdi. Yəni bir dənə bunu da bil. İndi mən sənə deyirəm, videonu dayandırdınız və əsas elədiniz ya yazdınız. İndi isə keçirəm. Deyir ki, onun uşaqlıq xatirələri həmişə onu gülümsədirdi. Gülümsədən onu uşaqlıq xatirələridir. Deməli, sən burada onun sözünü deməyi bilməlisən. Ya deyəcəksən his, ya da ki her. Yəni iki formada da doğrudur, iki formada düşünsənə doğrudur. Bir də çalış ki, birincisi özün qurasan cümlələri, sonra mənim izahıma baxasan. Onun nəyi uşaqlıq xatirələri? Bu artıq uşaqlıq sözünü bilmək üçün ismin düzəltmə mürəkkəb və sadə isimlər quruluş 3 dənə var axı və həmin o formatları bilməlisən ki, oradakı şəkilçilərə bunu yaza biləsən. Uşaqlıq sözünü necə deyəcəksən? Childhood. Yəni sən kişi cinsinə vermək istəsən his childhood, yox qadın cinsinə vermək istəsən her childhood formatında verəcəksən. Onun uşaqlıq nəyi? Xatirələri. Xatirələr sözü də memories formatında deyiləcək. Aha, bunları yazdıq, subjektimiz hazırdır. Neyirdi? Onu gülümsədirdi. Gözəl. Əgər məsələ deyirsən ki, gülümsədir, ağladır. Bu kimi feillər necə deyək? Məsələn, deyəcəksən ki, to make somebody cry. Bax, somebody yerində kimisə. To make somebody cry, kimisə ağlatma. Və ya da ki, to make somebody smile, kimisə güldürmək anlamına gəlir. To make bu formada. Yəni, sən onu gülməyə vadir eləyirmişcəsinə. Yəni, make sözünün neçə dənə tərcüməsi var. Biri məcbur eləmək, biri də düzəltmək, vadir eləmək. Belə mənalar var. Yəni, o məni gülməyə vadir elədi. Yəni, tutub belə ağzımdan yuxarı eləmədi də mənim, yəni ki, dodaqlarımı ki, mən gülüm. O formada yox, təbii ki. Yəni ki, o nəsə etdi və bu məni gülümsətdi. Başa düşdün? Və ya da ki, uşaqlıq xatirələrimdə nəsə olub orada, o məni gülümsədir. Başa düşdün? Yəni, belə bir mənanı verir. Ümid edirəm, yəni yadında qalar bu kimi izahlarla da. His childhood memories gülümsədir. Yoxsa burada gülümsədirdi vermişəm. Aha. Made him, keçmişdə. Made him, onu gülümsədirdi. Smile. Fikir ver. Make sözünün zamanı görə dəyişdim. Somebody, kimi gülümsədirdi? Onu, him və yaxud da ki, yenə də burada her də verə bilərsən. Made her smile. Made him smile. Kişi cinsində him, qadın cinsində her olacaqdı bu formada. Daha sonra da smile bu formada. Bəs yaxşı, bura niyə boşdur? Çünki mən burada həmişə sözünü deməmişəm. Bax, hər şey yazdı, həmişə sözünü yazmadıq. Bayaqlarına keçdim, əsas feildən əvvələ gətirirdin. O zaman burada always verəcəksən. Bu formada. İndi sual gələcəkdir oradan, eşidirəm. Ki, burada bu keçmiş zamanda always-də biz keçirik harada? İndiki sadə zaman içərisində zaman zərfi olaraq keçirik. Niyə ki, problem yoxdur. O məni həmişə güldürürdü. Yəni, keçmişdə. Biz həmişə gedərdik bu formada. Yəni, bu formatda verə bilərsən. Səhv etmirəmsə 5 dənə cümlə qurduq. Düşünürəm ki, fikir yarada bildim ki, sizdə biz bunları necə istifadə etməliyik bu formada. Part 3-də isə mən sizə tamamilə esəni necə qurmaq lazımdır. Meyarları, ondan sonra nə kimi yazsaq tam bal verirlər. O tam bal almış mənim öz şagirdlərimin sınaqlara gedib tam bal almış essələrini sizinlə birlikdə böləcəm. Çünki biri var ki, mənim fikirlərimdən hərəkət eləyəsiniz. Bir də var ki, öz yaşadığınızın yazdığı esseləri görəsiniz, mənim şagirdlərimin yazdığı esseləri görəsiniz ki, məsələn, ona sınaqlara gediblər, OTK-nın və digər sınaqlara, orada necə tam bal alıblar. Bunu mən sizə göstərəcəm ki, yəni siz onlardan nümunə götürərsiniz. Yəni, müəllimin izahı ayrı, müəllimin nümunəsini götürmək ayrı, bir də ki, öz yaşadığının nümunəsini götürüb onu incələyib çalışmaq o tamamilə ayrı. Yəni sizin yaşınızda olub da necə yazmaq mümkündür. Bunları mən sizə göstərəcəm gələcək videoda. Bunu mən öz 11-ci siniflərimdə də eləyirdim. Çox faydasını görmüşəm. Ona görə də bir çox tələbəm 11-ci sinif imtahanında da 2 aprel və 2 mart və 9 mart tarixlərində tam bal almağı bacardılar. İndi niyə də bunu 9-dar və aprel ayında olacaq olan o məzunların imtahanında iştirak edən məzunlar, onlar niyə yaza bilməsin ki? Bu formada ümid edirəm faydalı oldu. Sağ olun, özünüzə yaxşı baxın.